Salam qızlar, necəsiz? Qızlar, mən İbrahimi qoydum dərsə, birinci getmişdi loqopedə tezdən. Sonra gəldim, qoydum dərsə, indi 3-ə işləyib. Elə gəldim evə, saat 2-yə qalmışdı. Gəldim evə, bir stəkan çay içdim, dedim başlayım işlərimə. Axşama da qonağım gələcək. Yağ sökücü vurdum, qazın üstünü təmizlədim. Axşam yemək bişirdim, sonra balıq yer qızartmışdım, kartof qızartmışdım. Ondan sonra düz əməlli əl vura bilmədim qazın üstünə, çox yorğun idim. Ona görə dedim, qoy eləyim işlərimi ki, qonağım da gələndə rahat otura bilim. Yağ sökücü vurmuşam qızlar. İndi təmizləmək. İnanırsınız qızlar, sizə onu deyim ki, həqiqətən də mən bu 2-3 gündür dəhşət pis vəziyyətdəyəm. Yəni başımı yerdən qaldıra bilmirəm də. Sizdə də elə bir şey olur qızlar. Deyirlər yazla əlaqəli də, hər il yaz olur da. Mən belə olmamışdım, amma bu illəri ümumiyyətlə dəhşət çox pis olmuşam. İnan ki, bütün gün ancaq istəyirəm ki, yatam. Hər gün yatam da gərək. Yəni mən bu qədər yatağım deyil, amma çox istəyirəm. Yəni ona görə də əsəblərim toxunur, bu qədər yatmaq istəmək, yəni bilirsiniz ki, qadın da yatsa, heç nə, bütün işlər qalır yarımçıq. İstəmirəm üstə yığılsın bütün işlər, sonra qalacam onları təmizləyib, yığıb yığışdırmaq var. Təmizlədim qızlar, indi dəmirlərini qoyum. Qızlar, belə bir şey aldım, xalça yuyulması üçün də öz çalışdığım şirkətdən götürmüşəm. Yəni bunu əslində istifadə etməmişəm, amma çox tərifləyiblər. İnşallah yaxşı olar, çünki bir-iki kirli xalçamda yerlər var, onları təmizləmək istəyirəm. İndi vaxtım olsa, bugün bunları da təmizləyəcəm xalçaları. O zaman sizə də göstərəcəm. Qızlar, indi mən kotleti yiyəcəm qonağa gələnə. Kotleti pişirərəm, toyuğu doğrayıb qoymuşam, hazır. Qalıb duz istəyir, kartofunu vurmaq. Kotletini eləyim, hazır qoyum. Onlar gələnə də sobada olacaq, yoxsa yemək. Onlar gələnə yaxın ataram ki, isti-isti servis edə bilim. Duz istəyir, hər şey vurulur qızlar. Qoyun ətidir, əslində qalsa. Qoyunla dan ətinin qarışığıdır. Qoyun ətinin qızlar kotleti həqiqətən də çox dadlı. Nəinki kotleti, yeməkləri çox dadlı olur. Düzdür, biraz qoxusu olur, söz yox, amma neyəsən. Adam sevir həqiqətən də yeməyi. Kotlet eləyim, toy qızardım, yanında kartofu və salat. Salat da yəqin ki, eləyərəm, adi salat, rəngli biberlə salat. Əslində qalsa iri eləmək istəyirəm, çünki yağlıdır deyə bilirəm ki, açılacaq. Açılacaq deyəndə, yəni yığılacaq, balaca olacaq. Oy. Baxın qızlar, hazırladım. İndi qoyum bunu doğrayacağım. Toyuğu da daha öncə doğramışdım, yudum yenə də təzədən. İstiot vurmuşam, qalıb indi duz vuracağım. İndi tomat. Qızlar, bitirdim yeməklərimi. Əgər videolarımı bəyənsəniz, kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik qızlar.